Şəhid Mehman Vəlişoğlu Əliyevin anım günü tədbiri keçirilib. Tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidimizin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfəri şəhid olub. Sənan Həsənov ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, qisas alındı. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşüblər. Qeyd ediblər ki, dövlətimiz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən prezident təqaüdü, məzil şəraitlərinin yaxşılaşdırılması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Şəhidin oğlu Nurlan Əliyev göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onu da qeyd edək ki, şəhid Əliyev Mehman Vəlişoğlunun övladı, Azərbaycan ordusunun baş çavuşu Əliyev Nurlan Mehmanoğlu 44 günlük vətən müharibəsində igidlik göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.